Aha, şikayətiniz nədir? Şikayetin birinci növbə təzyiq qalır. Aha. Təzyiq qalxan... Neçəyə qalxır? Dünən 190'ın 100'a oldu. Dərman attım. Dalıcan divazor kapapelində vurduq. Üstünün 4 saat Nə oldu ki, birdən-birə təzyiqiniz qalxdı? Heç nə, elə adi, normal bir gündür, məsələn. Ondan sonra 4 saat sonra təzdən 200 qalxdı. Bir də divazor kapapelini vurduq, yenə dərman. İlk dəfədir qalxır təzyiqiniz? Bir ildə təzyiqiniz yüksəlir. Aha. Təzyiqim qalxanda üzüm qızarır belə, sifətim, boynum belə. Boynumda, başımda onlar. Bəs təzyiqiniz olmayanda necə olursunuz? Təzyiqim olmayanda belə normal. Gündəlik əsəbi. Gündəlik əsəb, stres. Aha, o şikayətdən. Necə? Uşaqlarla, evlə məsələn dolana bilmirəm da, belə ki, elə bir onların sözü mənə təsir edir. Hər şey, indi son 2-3 gündə hər şey mənə təsir edir. Ölüm qorxu, elə qorxu gəlir. Dəhşət. Təzyiq qalxanda, Qulağına səs gəlir. bu axşam qəribə səslər gəlir qulağıma, maşın səsi, adam səsi. Təzyiqiniz yüksək fon olanda? O Normaya normaya düşmüşdü, 140 dolardı. Qorxu gəlir. Gözə görmələriniz var? Gözə görünmə yox, yuxum yoxdur. 2 Yuxu gündür yoxdur. konkret yuxu yatmıram da mən. Neçə gün? 2 gündür ki, əvvəllər yatırdım. 2 gündür. Bu 5'ə kimi yatmamışam bu axşam. Ürəyimin döyüntüsü, elə bir ürəyim sallanacaq belə. Şey olacaq. O həyəcan sizə gələndə tər basır sizi? Tər basmır, əllərim uyuşur belə. Əllər uyuşur. Ayaqlarım bir dəqiqə ki, buz kimi qarın içindədir. Əllərimin də ucları belə soyuq olur. Çənəm cimrilik. Bu boğazımın burasında var tük tökülür. O da var. Cəmi bir ildir beləsiz? Bir ildir ha.